Herkese salam kanalıma ve yeni bir videoma hoş geldiniz her biriniz. Bu günlü güneşli havadan dedim bir sizleri salamlayayım. Çünkü gedirəm magazinə. Burada ayakkabı magazini var. Dedim gedim özüm için ayakkabı alım. Ayakkabı deyəndə krasovka istəyirəm. Rahat bir şey olsun ki gündəlik geyinməyə. Gedim görüm hala. Hoşuma geleni var. Ay kuşların sesine bakalım. Ne geçik gelir. Kayri magazini de bura gideceğim. Geldim. En çok da burada ağ olur. Ben de ağ istemiyorum. Daha doğrusu karım istediğimi tapabileceğim. Bunlardan var mıydı? Geçen yıl almıştım. Çok rahat da bu yıl bundan almak istemiyorum. Başkalarını aktarıp tapacağım. Həmişə deyirəm ki, ağ istəmirəm, amma gəlib ağı görəndə xoşuma gəlir. Bir dənə qəşəyə yoxdur, çünki mal boşaltdılar. Yəqin ki, təzə mal gəlibdi, indi tökərlər. Bir tane sol tarafta gördüm. O qəşəngiydi biraz. Onun da arxa hissəsi. Bu da pis deyil. Qəşəngdir ama çok ağırdı. Böyle yüngül rahat bir şey istəyirəm. Bircə dənə bundan biraz hoşum gəlib. Bundaki arxa hissəsindən hoşum gəlmiş. Çok enli görünür. Ona görə istəmirəm. Bu da çok qaşlıdır. Mənlik deyil. Neyse qəşəng malı yoxdur. Gedib başqa mağazində axtarmaq lazımdır. Bəlkə tapıb çıxalım. Buna baxın. Bunlardan qəşəng yoxdur. Ay bu lap şirindir. Buna baxın. Burasında da bir tane kaş var. Bu formada qiyməti də 3500'dür. Neyse yine magazine gəlib heç nə bəyənməyən mən. Yine həmişəki kimi magazine gəldim. Heç nə bəyənmədim. Yəni bilmirəm, təzə mal tökürdülər. Bəlkə yeni mal olacaq, onu deyə bilmərəm. Tapmadım. Başqa yerdə, başqa mağazində axtarıb taparam. Olmaz bazardan gidib alaram. Hamısına yaxşı bazar. Nə vaxt özə nəsə lazım olur. Gəlirsən, heç nə ürəyincə tapa bilmirsən də. Heç götürmədim. Amma ki, nəsə özümə lazım olmayanda nə vaxtsa mağazine keçirəm baxmağa. Onda baxırsan ki, qəşəngləri var. Onda da ki, mal lazım olmuş. Bəlkə də qəşəngləri var idi. Amma ki, seçim çox olanda da adam birdən görsən ki, seçim arasında qalır, bəyənmir. Amma seçim az olanda bəyənirsən. Bir şeyi də alıb gətirəndə evdə lap çox adam xoşuna gəlir, bəyənirsən. Mağazində seçim çox olur deyə seçim arasında qalırsan da bilmirsən ki, hansını seçib götürəsən. Neyse yəqin ki taparam ürəyim istəyəni.
Geldim eve. Çünkü magazinlərdə dedim boş-boş gəzib vaxtımı itirməyim. Onsuz təzə mal heç nə yox idi. Hamısı keçən ilin malları idi. Ona görə dedim bir iki gün keçsin, sonra gedib yəqin ki təzə mal gətirəndə alaram. Geldim biraz bağda bağçada iş görməyə. Burada acı tərə var idi. Hamısı təzədən göylüyür. Bir də burada petruşka var. İndi bu petruşkanın sarı bu yarpaqları yoxdur. Bu sarı yarpaqları, bunların hamısını təmizləməliyəm. Hamısını. Çünki təmizləməyəndə birazdan sonra quru qarışır, yaşa, yaş qarışır quruya. Bilmirsən ki, yaxşı olmur da, yığıb işlədəndə pis olur. Mən də dedim, quruların hamısını təmizləyim. Təzədən qəşəngi göyləsin. Burada da tripodumu gətirdim. Özümə də bir dənə əlcək aldım, gəldim. İndi keçim biraz işimi görməyə. Böyük dükanımız var. Burada quruları var. Bunları təmizləyəcəm, çəkib bağlayacağım. İndi bilmirəm bunu nə ilə kəsməliyəm. Hava çok istidir. Bir haftaya falan hamısı böyüyecekti. Böyük tripodum sınıbdı. Bu balaca tripodla da çəkiliş çəkə bilmirəm. Çox çətin olur. Gərək Valbresdən özümə qəşəng tripod zakaz edəm. Quru yarpaqların hamısını bir-bir təmizləyəcəm ki, yığıb işlədəndə qəşəng təzə petruşkalar olsun. Otda avarlı olmasın da, belə deyim.
Təmizlədim. Buradan acı tərənici, petruşka hamısını təmizlədim. İçərisində otlar da var idi. Otları da təmiz çəkdim. Yavaş-yavaş keçəcəm bağ-bağçamı təmizləməyə. Amma bunu qurularını kəsmədim. Dedim sonra kəsərəm. Belə bugünlük bağ-bağça işim bu qədər. Gündə bu qədər iş görsəm bağım bağçam olacaqdı. Gül çiçək kimi. Düzü təmizləməyə də bilərdim. Elə də qalardı. Amma ki istəyirəm ki təmiz olsun, səlqəli görünsün. Görün nə qədər zibil çıxdı. Bir vedrə burada yığmışam. Bir vedrə də burada yığmışam. 2 vedrə zibil çıxdı. Nəysə indi keçim evə. Həm biraz yemək bişirəcəm, həm də sizə səmənlərimi göstərəcəm ki, səmənlərim necə cicəribdir. İndi isə sizə səmənlərimi göstərdim. Pəncərədən günəş düşürdü. Çəkiliş yaxşıdır. Buna baxın, buna baxın. Görün necə gözəldir. İnanırsınız, o qədər gəlib yazanlar oldu ki, ay düzgün islatmırsan, o cücərməyəcəkdi, o nədir, əkdin sən. Nələr yazdılar, nələr. Onu həmişə demişəm, qadının düşməni həmişə qadın olurmuş həqiqətən. Bir də ki, nəyə fikir veriblər? Mən burada taxıl demişəm, buğda deməmişəm. Vallahi biz taxıl da deyirik, buğda da deyirik. Mən elə taxıl demişəm. Yəni fərqi yoxdur. Olsun buğda, olsun taxıl. Heç bir fərqi yoxdur. Əsas odur ki, qəşəng cücətmişəm, böyüyübdür. Necə var, olduğum kimi də danışıram, olduğum kimi də vlog çəkirəm sizlər üçün. Əgər mən bir fərqli danışıqla vlog çəksəm, vallahi o alınmayacaqdı. Bir gün yaxşı çəkəcəm, düzdür, bir gün çəkəcəm vlogu, amma ikinci günü çəkəndə yaxşı alınmayacaqdı. Ona görə necə danışıramsa, o cürdə sizlər üçün vlog çəkirəm. Demişdim səmərimi necə cücərdirəmsə, onu da sizlərlə bölüşəcəm. Bircə bilmirəm bunun burası niyə, yəqin ki burasına su dəyməyibdir, susuz qalıb. Nədirsə bircə dənə bunun burası yaxşı cücərməyibdir. Cücəribdir, artıq göyərir, biraz alçaqdır. Bundan fərq var belə. Bu da mənim səmənlərim. Rəngləri amma sapsarıdır. Yəqin dəsmal üzərində olduğuna görədir. İndi heç nə olmaz. 1-2 gün su tökmərəm, rəngi də düzələr. Qəşəng də böyüyərlər. Çərşənbəyə kimi çatacaqdır inşallah Allahın köməkliyinə. Belə bugünlük də məndən bu qədər olsun. Sağ olun, Allaha əmanət olun. İnşallah gələn bir videolarda görüşmək ümidi ilə. Sağ olun, hələlik.